Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün yenə möhtəşəm bir nəticə paylaşacağam sizə. Yenə bizim məhsullardan istifadə edib öz dəyərli fikirlərini mənimlə bölüşən və bunu sizlərə çatdırmağımı istəyən bir şəxsin səs yazısını sizə təqdim edəcəm. Bu səs yazıda bizdən artıq ikinci dəfə məhsulu əldə edən, yəni birinci mərhələdə təmizləmə proqramından çox gözəl nəticə əldə edib, ikinci bərpa tamamlama proqramını götürərək o möhtəşəm nəticəni tamamlayan bir şəxsdir və bu problemlərin hansıdır, nədən nəticə alıb, hansı məhsullar istifadə edib, istəyirəm bunu öz səsindən dinləyəsiniz. Səsi açın və sona qədər izləyin və dinləyin. Doktor dərmanı götürdüm, çox sağ olun, var olun. Bu dərman mənim işimlə bağlı. İşim belə ki, tezdən 8-də başlayır, axşam saat 10-da da doktoru. İşimlə əlaqədar çox yorğun oluram. Yorğunluğum çox olur. Ümumiyyətlə bu dərmanı içirəm, həm yorğunluğum aradan qalxır. Bundan başlı ikinci paskadır mən sizdən alıram. İkinci paskadır, bunun ikincidir. Yoxsa üçüncüdür, bax belə. Çox effekti var. Həm əhval-ruhiyyəm düzəldir, yorğunluğum olmur. Həm cinsi şeylərdən çox aktiv verir. Yəni 2 gün içirsən, 3-cü günü hiss edirsən ki, insanı tərpədir də. Yəni çox effekti var dərmanın. Yəni bunu bir müştəri kimi sizdən alıram. Sağ olun, çox sağ olun, var olun. Mən inanmazdım ki, hansısa bir sosial şəbəkədə belə bir nəticə verən, belə bir effekti verən bir dərman olsun. Həqiqətən əla, super. Bilməyənlər də alıb içsə məsləhətdir. Yəni mən də əvvəl belə şeylər görürdüm. Canlı yayımlarda zətdə baxıb bilirdim, deyirdim cəmaət alladılar. Amma həqiqətən bu yalan bir şey deyil. Super bir şeydir. Mənim işim həm fiziki işdir, həm iş saatı çoxdur. Yorğunçuluqdan vəxşəm ölürdüm. Yəni bu dərman sonu bir 10 gün qurtarıb özüm içmədim ki, bir 10 gün buraxım görüm mənim bədənimdə necədir düzəlmək. Baxdım gördüm ki, həqiqətən də dərman əvvəlki bədən yəni düzəldirdi. Əvvəl bir dəfə olardım, ikinci səfər mümkün deyildi kateqorisində olmaq. Yəni mümkün deyildi də. Qeyri-müşkül məsələ idi. Ancaq indi bu dərmanı istifadə edəndən sonra, bədən güc olandan sonra, yəni hələ mən içki də içirəm, dərman da içirəm. Yenə də dərman maşallah öz sözüm deyir, bunu istifadə edə bilər. Həqiqətən də heç bir zərəri yox. Burada deməli bir dənə nüansı qeyd edeyim ki, qardaş hər dəfəsində dərman falan deyir. Yəni bizdə hal-hazırda bilirsiniz ki, qida əlavələrinin qəbulu və yaxud dərman qəbulu fərqi yoxdur. İnsanlar nə isə bir problemlə nəticə əldə etmək üçün onu istifadə edirsə, onu yəni sırf sağalmaq üçün və yaxud dərman kimi qəbul edir. Ona görə dəfələrlə dərman deyir. Yəni bildiyiniz kimi bizim məhsullarımız qida əlavəsidir. Yəni tərkibində heç bir kimyəvi qatqı olmadığına görə dərman sayılmır. Məhsulların üzərində də hər birində qeyd olunur. Belə bir gözəl nəticəni sizlə bölüşdüm bugün. Siz də istədiyiniz o effekti əldə etmək istəyirsinizsə, orqanizmanızı qorumaq istəyirsinizsə təbii formada, hansısa bir problem yaranma ərəfəsindədirsə, bu hansısa bir maddənin azlığından, bitməsindən yaranırsa, bizim qida əlavələrimizdən həmin o maddələri bərpa edib sizin sağlamlığınızı geri qaytara bilirik və heç bir probleminiz yoxsa da qoruya da bilirik. Bunun üçün aşağıda əlaqə vasitələrim var. Mənimlə əlaqə saxlayıb istədiyiniz sualları verib köməklik ala bilərsiniz. Köməklik göstərəcəm sizə. Bizim məhsullar haqqında ətraflı məlumat verəcəm. Nə lazımsa da proqram şəklində sizə təqdim edib o nəticəni belə bir səs yazıdan siz də zamanı gələndə mənə göndərə bilərsiniz. O problemlərinizdən qurtula bilərsiniz. Yəni bu xoşbəxtçiliyi siz də yaşamaq istəyirsinizsə, vaxt itirmədən mənimlə əlaqə saxlayıb özünüzə lazım olan proqramı əldə edə bilərsiniz.